Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin 34-cü il dönümü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən dini konfensiyaların rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Tədbir Qurani Kərimdən ayələrin tilavəti ilə başlayıb. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة. Görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadə, Azərbaycanda əsrlər boyu formalaşmış dini tolerantlıq və multikultural dəyərlərin cəmiyyətimizin mənəvi əsasını təşkil etdiyini vurğulayıb. O, Qarabağ münaqişəsi dövründə ermənilər tərəfindən dini və mədəni irsimizə vurulan zərərlərdən danışıb, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edib. O, Vətən müharibəsində qazanılan tarixi zəfərin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdiyini bildirərək, şəhidlərin xatirəsinin daimi ehtiramla anıldığını diqqətə çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı Xocalı faciəsinin bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu vurğulayaraq deyib ki, günahsız insanların qətlə yetirilməsi heç bir dini və mənəvi dəyərlə uzlaşmır. O, dünyada fəaliyyət göstərən terror təşkilatlarının, xüsusilə erməni terror qruplaşmalarının müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə diqqət çəkib. Bildirib ki, dini konfensiyalar sülhün, qarşılıqlı hörmətin və bircə yaşayış dəyərlərinin təşviqində mühüm rol oynayır. Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfensiyaların rəhbərlərinin bircə bəyanatı səsləndirilib. Tədbirdə həmçinin Dağ Yəhudiləri icmasının rəhbəri Milik Yevdayev, Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yepiskopu Aleksey, Bakıdakı Avropa Yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban Udi Xristian dini icmasının sədri Robert Mobili və Sefarad Yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev çıxış ediblər. Diqqətə çatdırılıb ki, müharibə insan həyatına ağır zərbələr vurur, saysız hesabsız faciələrə və dərin izdırablara səbəb olur. Sülh isə cəmiyyətlərin inkişafı, insanların təhlükəsiz və ləyaqətli yaşaması üçün əsas şərtdir. Səmavi dinlərin mərhəmət, humanizm və yaşatmaq prinsiplərini təbliğ etdiyi xatırladılıb. Qeyd edilib ki, ilahi çağırışın mahiyyəti insanı məhv etmək deyil, onu qorumaq və yaşatmaqdır. Tədbir Qafqaz Müsəlmanları İdarəsinin sədri müavini İrəvan qazisi Bəxtiyar Nəcəfov tərəfindən şəhidlərin ruhuna dua oxunması ilə başa çatıb.